Mənim əzizlərim, əziz nevrozlar, evdə bir yerdə oturmayın. Səhər düzələcəm, sabah düzələcəm. İndi bir dənə yaxşı araşdıracam, həkim tapacam, uzman olsun, ağ xalatda olsun, nə bilim diplomu olsun, belə olsun, o məni sağaldar. O mənə indi bir dənə seyirli dərman verəcək, mən sağalacam və yaxud seyirli bir dənə söz deyəcək, mən səhər sağalacam. Belə bir şeylərlə məşğul olmayın. Google-ya girirsiniz, xəstəliyi axtarırsınız. Licmi bir dənə sizə toxtaq verən, bir dənə sakitləşdirici bir tapasınız ki, hə, bu bu xəstəlik deyilmiş məndə. İnanırım siz ondan da ağır bir diaqnoz görəcəksiniz, özünüzü oxşadacaqsınız və qorxacaqsınız. Heç bir qruplarda iştirak eləməyin, heç bir forumlarda iştirak eləməyin, xəstələrdən uzaq durun, xəstələrlə ünsiyyət qurmayın, çünki xəstələrin içində gənc xəstələr var ki, 23-25 yaşında bürüzə verən şizofreniklər var. Onlar özləri də bilmirlər, çünki şizofreniklər həm yanaşı nevrozu da daşıyırlar. Simptomatik olaraq da, belə də, fiziki də olar, belə də daşıyırlar. Amma nevrozlar psixoloji xəstəliyi daşıya bilmirlər, yəni şizofrenik deyirlər, anlatabildimmi? Düşər qabağınıza, o bilmir, diaqnosunu qorxur, gedmir, həkimə gedmir, şizofreniklər gedmirlər və forumlarda iştirak edirlər və elə vaxt olur qabağınıza çıxacaq, deyəcək ki, məndən belə şey var, belə şey var, qalikunasiyalardan danışacaq və yaxud nəsə elə bir şey danışacaq ki, sizdə açıqlar açılacaq və siz gözləmədə qalacaqsınız ki, mənəm də başıma bu iş gələcək, özünüzü lap usuqublət eləyib, lap dərinə salacaqsınız, anlatabildimmi? Tak что bir yerdə oturmayın, araşdırmayın xəstəlikləri bütün günü, ürəyim necə döyündü, pulsum necə döyündü, təzyiqim neçə oldu, məni insult vurmaz, məni infarkt vurmaz, məni filan şey olmaz, mənim belə həkimə gedim, yox bu həkim bilmədi, yox gedim uzman olsun, ancaq uzman olsun, filan klinika adla da orada olsun, ağ xalatı mütləq geyməlidir, diplom mənə göstərməlidir, hərçənd psixoloqu da siz həkim kimi tanıyırsınız, o həkim deyil, psixoloq həkim olmur. Anlatabildimmi? Siz hələ də gözünüz açılmayıb, hələ də elə şeylər anlamırsınız. Bir baxın dünyaya, baxın, girin YouTube-a, baxın 99% terapevtlərin, psixoloqların, daha doğrusu 99% nevroz olub. Anlatabildimmi? ABC sxemini kim yaradıb? Emosional davranış pozuntusu kim yaradıb? Albert Ellison. Düzdürmü? 1955-ci ildə yaratdı. Özü kim olub? Nevroz olub. Harada böyüyüb? Yetimlər evində. Uşaqlıqdan nevroz olub. O nə işləyib? Afçant işləyib. Nə qədər hobbisi var? Çox, rəssamlığı da bacarıb. Neçə arvadı olub? 9 arvadı olub. Arvadı olmayıb, nişanlısı olub, bir arvadı olub. Nəyə görə hobbisi qızlar olub? Çünki uşaqlıqdan bu insanın gənc yaşlarından qadınlarla ünsiyyət qura bilməyib, mənim əzizlərim. Tamam mı? Yəni, mənim də hobbiləm, yəni deməyim nədir? Dayanmayın bir yerdə. Hobbilər özünüz üçün gəlir olmasa da orada. Qoy olsun, anlatabildim mi? Öyrənin, onu öyrənin, bunu gedin, bunu qorxmayın. Nevroz hər şey bacarır, hər şey bacarır, məni kimi. Anlatabildim mi? Mən indi yaşım pazvalət eləmir, biraz böyrəyim xəstədir. Mən vəbşi çox şeylərlə, mənim ən böyük arzum tibb sahəsində, məsələn, cərrahi olub, güclü can həkimi olum. Psixologiyanı mən öz xəstəliyimə görə gəlmişəm. Mən özüm yaxşı saç ustaları olmuşam, saç ustası olmuşam. Mənim 6 dənə qadın salonum olub, 2 kişi salonum olub, 14-dən çox kişi salonunda işçim olub, qadın salonunda 50-dən çox qadın ustam olub, anlatabildim mi? Yəni, bunlar şərtdir. Mən nəyə görə gəlmişəm, necə gəlmişəm, bilənlər bilirlər, necə oxumuşam, nə tür, elə belə olmayıb, mənə asan gəlməyib, anlatabildim mi? Albert kimi Auron var idi, Auron özü 1967-ci ildə kognitiv terapiyanı yaratdı, anlatabildim mi? Onun müəllifidir. Özü də uşaqlıqda nevroz olub, anlatabildim mi? Onun da çox hobbiləri olub, filan olub, korreksiyaları olub. Yəni, o da dinc dayanmayıb. Ümumiyyətlə, nevrozlar
alimlərin 99% nevroz olub. Nevrozların ağıllısı yoxdur mənim əzizlərim. Anlatabildim mi? Nevrozlar çox ağıllı olur və bacarıqlı olur. Bir balaca neyronları işlədin. Neyron svязları işlətsəniz, görəcəksiniz ki, siz əksinə gündə minlərlə neyron aktiv olmalıdır. Amma sizdə passivləşmədən gedir. Ona görə də neyromediatorlar dopamin ən əsas həddən artıq aktiv olur, qavrama funksiyasını dayandırır və yaxud dopamin blokadaya düşür, qavrama funksiyamız dayanır, həyata meyliniz itir və heç bir işə getmək istəmirsiniz. Anlatabildim mi? Siz öz üzərinizdə işləsəniz, biraz görəcəksiniz ki, yox, bir başqa şeylər varmış həyatda. Anlatabildim mi? Bir dünyaya baxışınız olsun, bir gözünüzü açın. Nə olsun? Bizdədir bu. Azərbaycanda motorist, o həkim deyil, o motoristdir. O nə bilir, həkimlik nədir, o geçsin motoristliyini eləsin filan. Belə düşüncələrlə yaşayırsınız. Başa düşmürsünüz ki, onlar hamısı boş şeylərdir. Anlatabildim mi? Fərqi nədir? 10 dənə tükanınız var, ya bir dənə tükanınız var və yaxud 10 dənə tükanınız var, siz, nə bilim, bənnalıq da eləyirsiniz. Çünki bacarırsınız. Bunun nə fərqi var? Çalışın, siz də eləyin. Pul gəlsin. Pul gəlməyəndə siz oturursunuz, onun da depressiyasına düşürsünüz. Kredit götürürsünüz, onun depressiyasına düşürsünüz. Bunlar ziyandır nevroza. Mən həmişə demişəm, nevroz gərək borcu olmasın, krediti olmasın, həmişə zapası olsun, anlatabildim. Çünki nevrozlar həkimlərin, onun birinci hobbisi həkimlərdir, xalatlardır. Mütləqdir, gedib analiz verməlidir, mütləq. Sağalandan da sonra, onsuz da gedəcək 6 aydan bir, yəni əslində tipdə belə olmalıdır. İnsanlar hər 6 aydan bir medsmotordan keçməlidirlər. Gedirsən, analiz verirsən, onu eləyirsən, bunu eləyirsən, bunlar hamısı puldur. Anlatabildim, dünyanı gəzin, nə bilim, o ölkəyə gedin, bu ölkəyə gedin, mətbəxləri ilə nədir o, tanış olun, şeyləri ilə, nədir o, mədəniyyəti ilə tanış olun, nə bilim, bir balaca kitablar oxuyun, iş görün. Oturub onun bunun üçün kommentariyalar yazırsınız ağzınıza gələni. Əşi, filan kəs əşi, o saç ustası deyə, o nə bilir filan. Filan kəs filan işlə məşğul, o nə bilir filan şey. Ay, sizin diplomunuz var. Ay, sizin nə bilim, harada işləyirsiniz. Ay, siz hardan gəlmişsiniz. Ay, siz bütün günü bu şeylərlə məşğulsunuz. Anlatabildim mi? Belə şeylər eləməyin. Biraz savrimen olun, dünya baxışınız olsun. Allaha qurban olun. Siz də bacarın, siz də eləyin. Bir yerdə niyə sayırsınız? Anlatabildim mi? Və yaxşı da olacaqsınız, görəcəksiniz. Anlatabildim mi? Tak что, qorxmayın, araşdırın, araşdıranda yaxşı elmlə məşğul olun, elm araşdırın, nə bilim, tarix oxuyun, məsələn, nə bilim, o qədər şeylər var ki, dillər öyrənin, oturursunuz bütün günü. Neçə dəfə döyündü bu. Deyəsən, biraz dayandı yarada ürəyim. Təzyiqim qalxdı, 140. Bilmirsiniz ki, hələ 140 tipdə təzyiq sayılmır. Çünki orada qırmızı strelka var. Təzyiq ölçənə baxın, qırmızı strelkadan sonra təzyiq sayılır. 140-a kimi qırmızı strelka var. Onu heç anlamırsınız. Anlatabildim mi? 37,3 qızdırma olur da, İnsanda nevroloji temperatur qalxa bilir, termostatı var. Özü onu söndürə bilir. Çünki o vaxtı niyə damarlar məsələn sıxılır? Çünki döyüş komandası verəndə, məsələn, hipofiz verir, hipotalamus verir. Bunu verəndə orqanizmdə damarlar sıxılır, əzələlər, damarlar. Nəyə görədir? Çünki döyüşdə siz yaralandınız, qan itkisi az olsun, filan olsun, qızdırmanın qalxır, siz mübarizəni biraz da qanınız qaynasın, mübarizə apara biləsiniz filan. Bu nəyi pisdir? Nəyi pisdir? Siz onu başa düşmürsünüz, anlatabildim mi? Sizi qorxudurlar. Və yaxud sizə deyirlər ki, bu ümumiyyətlə xəstəlik deyil. Nevrozların ən sevdiyi sözdür. Bu xəstəlik deyil, boş şeydir. Get, başvı qat filan elə, nevroz da ölür olsun. Səndə heç nə yoxdur, sevinir. Araşdırın. Bu 19-cu əsrdə
Bunu xəstəlik kimi sayıblar mənim əzizlərim. Beynəlxalq tibb sahəsi bunu xəstəlik sayıb. Və patoloji xəstəlik olmadığına görə terapiyalar çıxıb, sonra yoxlayıblar, görüblər ki, psixoterapiya ilə, zadla, kognitiv terapiya ilə insanlar sağala bilir və xəstəlik arasından çıxardıb qırağa qoymayıblar. Ad qoymayıblar ki, bu xəstəlik sayılmır. Onu ayrıca xəstəlik kimi sayıblar. Ayrıca xəstəlik. Bunu indi bizim bəzi həkimlərimiz onu bəyənmirlər, istəmirlər. Yəni deyirlər ki, yox, belə bir şey yoxdur. Amma əzizlərim, acı da olsa bu belədir. Yəni xəstə o insan deyil ki, heç bir narahatçılığı yoxdur. Tamam mı? Əgər sənin narahatçılığın varsa, deməli səndə niyə o biri insanlarda bu şey yoxdur, səndə var. Acınacaqlı həyat yaşayan insanlar var. Uşaqlığı pis böyüyən, yəni olan uşaqlar var ki, böyüyəndə vəbşə, nə bilim, böyük vəzifələrdə yer alırlar, oxuyurlar, nə bilim, filan gedib başqa elə yerlər. Niyə siz nevrozsuz? Niyə? Bir sual verin özünüzə. Orada kökdə şeylər var. Onları sonra danışacağım siz üçün. Hələlik bu qədər. Sağ olun, salamatlı qalın.